verdi zirzəmiyə düşmək üçün. Minutqası çöldədir, su çəni də yeni qoyulubdur, 2 tonluqdur. Və burada isə yayda oturub dincəlmək üçün, çörək yemək üçün, çay içmək üçün bir gözəl bir yer var. Sonra isə buradan məhəllədən giriş var mətbəxə, səliqəli. Gəldik mətbəxə. Mətbəxdə belə bir 5 metrə 40 santı uzunundadır, 4 metrə də enindədir. Belə bir mətbəx var, hamısı yeni yığılıbdır. Mətbəx mebeli tam içində olmaq şərti ilə tam içində olmaq şərti ilə nə deyirəm? Bu soyuducu, dondurucu soyuducu bu illərə alınıbdır. Bu qalacaq içində. Beko soyuducu, bu da qalacaq içində. Keçən il alınıbdır. Qaz sobası qalacaq içində. Mikrovolnovkası qalacaq içində. Duxovkası qalacaq içində. Hər şey gördüyünüz bu içində qalacaq. Gördüyünüz bu mətbəx mebelinin içində qalacaqdır. Bu məişət əşyası və LG paltar yuyan maşın. Hamısı yenidirlər. Hamısı. Sonra isə burada mətbəxdən isə burada sanitar qovşağa giriş var. Yəni hamısı yeni deyirəm, yeni yığılmadır. Belə bir sanitar qovşaqdır. Buradan isə keçid var zala. Mətbəxdən çıxış olan qapıdır və belə 11 metr yarım uzunluğunda zaldır, böyük. 3 metrə yaxında belə enli var. Yenə deyirəm, hər şey yenidən yığılıb. Buradan keçid var. Qapılar da hamısı taxta qapılardılar. Başı çıxan bilənlər bir iki yəni taxta qapı, plastik qapıdan çox yaxşıdır. Buradan keçid uşaq otağıdır. Yəni bizim indi ailəmizə uyğun sol tərəfdə oğlan uşağı üçün aboy düzəni işlənilibdir. Sağ tərəfdə isə qız uşağı üçün aboy düzəni belə dizayndan işlənilibdir. Belə bir otaqdır. Divar şkafı da var. Buradan gəlirsən, keçirsən. Burada bir dənə koridor çıxışdır. Çölə. Koridor çıxış, buradan belə səliqəli çıxmaq üçün yerdir. Qapıdan yenə hamısı tələ qoyulubdur. Sonra isə burada bir dənə otaq var. Divar şkafı yenə eyni qayda ilə.